Gecə yatağa uzananda deyirsən, 2 dəqiqəlik TikToka baxım, yatıram. O 2 dəqiqə uzanıb olur 2 saat. Baxırsan ki, gecə bitir, sən hələ yatmamısan. Bristol Universitetinin araşdırmasında gecə telefona uzun müddət baxarkən gördüyümüz ziyan alkoqol və siqaretin vurduğu ziyanla ölçülür. Araşdırmadan məlum olub ki, 23:00-dan sonra sosial mediada vaxt keçirənlər gündüz digərlərinə nisbətdə daha çox yorğun olurlar. Desən qəzetindəki araşdırmada isə qeyd olunur ki, sosial mediada gecə paylaşım edənlərlə müqayisədə bunu gündüz edənlər daha sağlam psixologiyaya sahibdilər. Gecənin bu zərərli məşğuliyyəti birbaşa olaraq immun sisteminə təsir edir. Çünki immun sistemini daha çox normal yuxu vaxtı formalaşdırır. Bu isə yuxu rejimini pozur. Telefona gecələr baxmağın yaratdığı fəsadlar arasında yaddaş və görmənin pozuntusu da var. Tövsiyə edilir ki, telefon, planşet və digər oxşar vasitələrlə yatmazdan ən azı 2 saat əvvəl sağollaşmaq lazımdır. Bu zaman beyin başa düşür ki, gecə vaxtıdır, sizi keyfiyyətli və sağlam yuxuya hazırlaşdırır.